33 illik dostluq körpüsü, Azərbaycan və Gürcüstan. Hər iki ölkənin xarici siyasətində prioritet qonşuluq münasibətlərinin möhkəmləndirilməsidir. Gürcüstan baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi və Prezident İlham Əliyevin ötən dövrdə 11 dəfə Gürcüstana səfər etməsi bu siyasətin sübutudur. Qarşılıqlı səfərlər müxtəlif sferalarda imzalanan 123 sənəd əməkdaşlıq münasibətlərinin çoxşaxəli inkişafına işarədir. Prezident İlham Əliyevin Gürcüstana xüsusi önəm verməsi, siyasi dəstək və həmrəylik siqnalı isə Tbilisi üçün heç də kiçik mesaj deyil. Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımızın tarixi bağlılığı bizim birgə keçmişimizə, hansı ki o dövrdə qeyri-azad və qeyri-müstəqil idik və müstəqillik dövrünə nəzər salsaq, görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu sadəcə özümüz, Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır. Qafqaz regionunda siyasi və iqtisadi münasibətlər sürətlə dəyişir, inkişaf edir. Gürcüstan hər iki qonşusu Azərbaycan və Ermənistanla əlaqələrini davam etdirir, lakin eyni səviyyədə yox. Gürcüstan-Ermənistan münasibətləri ilə müqayisədə Bakı-Tbilisi xətti daha güclü, daha məhsuldardır. Bu fərqlər həm regional siyasətdə, həm də iqtisadi layihələrdə açıq hiss olunur. Gürcüstan üçün Azərbaycan həm enerji təchizatçısı, həm də əsas ticarət tərəfdaşıdır. 3,6 milyard dollarlıq sərmayə, 11 ölkəyə qaz ixracı və 25 milyard kubmetrlik göstərici bu əməkdaşlığın konkret nəticələridir. Ermənistanla münasibətlər isə daha ehtiyatlı diplomatik çərçivədə və geosiyasi limitlərlə davam edir. Bir sözlə, bizimlə dostluq Ermənistandan fərqli olaraq Gürcüstanı iqtisadi cəhətdən ayaqda, siyasi cəhətdən isə güvəndə saxlayır. İqtisadi ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın 5 əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək. Enerji və nəqliyyat logistika sahəsində nəhəng layihələr Bakı-Tbilisi-Ceyhan Cənub qaz dəhlizi, Bakı-Tbilisi-Qars qlobal miqyasda strateji əhəmiyyətə malikdir. Azərbaycan-Gürcüstan tandemi regionun hüdudlarını aşır. Avropaya enerji, Asiyaya bağlantı təmin edir. Bu dinamik tərəfdaşlıq gələcəkdə daha da böyüyəcək və eyni istiqamətlərə yol açacaq. Fidan Mahmudova, Kamil Eldaroğlu, ASTV Xəbər.